Tumdan, çərdəkdən bitən ağaclar cır olur, yoxsa yox? Hansı ağaclar cır olur, hansı ağaclar isə öz sortunu saxlayır? Bu barədə danışmaq istəyirəm bu videoda. Maraqlıdırsa bir balaca yaxın oturun, kanalı da dəyişməyin, başlayaq. Salam bağbanlar və bağ həvəskarları hər birinizi salamlayıram. Artıq mövzunu dedim. Tumdan, çərdəkdən bitən ağacların cır və yaxud da öz sortunu saxlamağı barədə bu videoda danışacağam. Konspekt tutmuşam, ağlıma gələn bütün meyvə ağaclarını yazmışam, meyvələri yazmışam. Hansının cır, hansının cır olmadığı barədə bir məlumat hazırlamışam ki, konspektdən oxuyum. Beynimdən desəm hansısa yadımdan çıxa bilər. Adətən elə də olur. Deməli, başlayaq ilk öncə tumdan çıxan və öz sortunu maksimum yaxın saxlaya bilən ağaclardan. Hələ də çox ağac yoxdur. Deməli, ilk öncə başlayaq nardan. Nar tumdan bitir və tumdan bitəndə yediyiniz nara maksimum yaxın sort görünüşcə, dadca məhsul ala biləcəksiniz. Deməli, birinci oldu nə? Nar. İkinci ağac zoğal ağacıdır. Zoğal ağacı özünü tozlandırdığı üçün, ona yəni çarpaz tozlanma lazım deyil. Eyni zamanda bu nara da aiddir. Nar da özünü tozlandırır. Nar, zoğal özlərini tozlandırdığı üçün zoğal da öz sortunu saxlaya bilir. Yəni yediyiniz zoğala maksimum yaxın ölçü olsun, dad olsun, xarici görünüş olsun, onu saxlaya biləcək. 100% eyni şey olmayacaq, xeyr. Amma ona yaxın olacaq. 100% eynisinin olmasını istəyirsinizsə, bu mütləq şəkildə calaq olunmalıdır. Növbəti ağac tut ağacıdır. Əsasən də ağ tut. Ağ tut tumdan bitirsə, öz sortuna maksimum yaxın bir məhsul verə bilir, bir barı verə bilir. Sadəcə olaraq siz risk etməmək üçün bundan qabaqki videoda danışmışdım ki, tut ağacı çinikdən artırıla bilən ağacdır. Ona görə onu risk etməyə dəyməz, elə ağ tut olsun, qara tut olsun, onu çinikdən əkməyiniz daha məqsədə uyğundur. İndi keçək digər ağaclara, hansı ki çarpaz tozlanma tələb edir. Yəni, bundan qabaqki videoların birində belə bir video çəkib paylaşmışdım və orada demişdim ki, cüt əkilməsi mütləq olan və cüt əkilməsi tövsiyə olunan ağaclar. Bunların cüt əkilməsi mütləq olan bu erkək və dişi ağaclardır. Cüt əkilməsi tövsiyə olunan ağaclar isə çarpaz tozlanma ilə tozlanan ağaclardır. Bundan qabaqki videoların birində onu paylaşmışam. Maraqlıdırsa girib baxa bilərsiniz. Orada biri yazmışdı ki, şərhdə yazmışdı ki, hər ağacdan həyətdə bir dənə əkməyiniz kifayətdir. Ətrafda tutalım ki, alma ağacından söhbət gedirsə, həyətdə birini əkdin, ətrafında yəni ola bilməz ki, heç kimsədə alma ağacı olmasın, o sənin ağacını tozlandıracaq. Bəli, tozlandıracaq. Amma eyni sortdandırsa, bu genini dəyişməyəcək, sortunu dəyişməyəcək. Yox, fərqli sortdursa, o zaman bu genini, sortunu dəyişəcək. Beləliklə, çarpaz tozlanan ağacların siyahısı və sortunu saxlamayan ağaclar. Başlayaq. İlk öncə, şabalıt böyük ehtimalla cır olacaq. Xurma ağacı cır olacaq. Çünki xurmanın da bilirsiniz, erkək və dişi çiçəkləri olur və bəzən xurma da çarpaz tozlanır və bəzən fikir vermisinizsə, bu il şirin, qara olan karalokunuz növbəti il yarı xurma, yarı karalok olur. Bu çarpaz tozlanmadandır. Hansısa başqa bir ağacla tozlanıb və öz genini, öz ana sortunu saxlamayıb. Davam eləyək. Alma mütləq şəkildə cır olacaq. Çünki alma çarpaz tozlanır və almaların çoxu
Bunlar bu satış üçün süni yetiştirilmiş sortlardır. Çok sevdiğim bir alma növü var. Fuji. Hem suludur, hem şirindir. Ama bir dəfə fujunu alırsam, şirin olur, dadlı olur. Növbəti dəfə alırsan, fərqli yerdən alırsansa, dadı əvvəlki kimi, sevdiyim kimi şirin olmur. Bu da onun hansısa başqa bir alma ilə tozlanmasından irəli gəlir. Armud. Armud mütləq şəkildə cır olur. Çarpaz tozlanır və genetik cəhətdən valideyninə bənzəmir. Növbəti ağac, heyva. Çox vaxt cır olur. Çünki çarpaz tozlanır. Alça çox yüksək ehtimalla cır olacaq. Yəni iri bir alça götürün, tumuna əkin, həminki boyda, həminki dadda, həminki sortda alça almayacaqsınız. Cır olacaq. Ərik. O da çok yüksek ihtimalla, yani büyük ihtimalla o da cır olacak. O da çarpaz tozlanır. Növbəti ağacımız şaftalı. Şaftalı çok vaxt cır olur. Büyük ihtimal cırdır. O da öz sortunu tumdan bitəndə saxlamayan ağaclardandır. Qoz böyük ihtimal, yüksek ihtimal o da cır olur. Xoşunuza gələn, misal üçün bizdə ən çox yaxşı sayılan qoz hansı qozdur? Ordubad qozu sayılır da. Qabağı yumşaq olur, dadı yaxşı olur və çox yağlı olur. Onu tumdan əksəz, eyni qabıqda, yumşaqlıqda və yaxud da eyni yağlılıqda qoz alma ehtimalınız çox azdır. Fındıq. Fındıq da bilirsiniz, fındığın erkək çiçəyi olur, dişi çiçəyi olur. Onun fındığı toxumundan əksəz eyni sort alacağınız ehtimalı çox azdır. Sonra badam cır olur, çarpaz tozlanır. Gavalı yüksək ehtimal, çox böyük ehtimal cır olacaq. İnnab, bəğları dedim, bu toxumdan bitib sortunu saxlayanları saydım. Onların içine innab da daxildir. Sortunu 100% saxlamır. Amma tutalım ki, iri innablar ki satılır, başqa ölkələrdən gəlir. Ondan əksəz o boyda olmasa da ona yaxın innab alma ehtimalınız var. Deməli, nar, innab, zoğal, tut. Hələ ki 4 meyvə. Bunlar tumdan əkiləndə öz sortuna yaxın, maksimum yaxın meyvə verə bilir. Limon. Limondur, bu öz sortunu saxlamır. Hətta limondan bitən ağaclar, limonun tumundan bitən ağaclar, bunlar çox vaxt dekorativ olur, dekorativ ağac kimi olur. Onun məhsul verməsi çox problemlidir. Bu arada yeni bir mövzu hazırlamışam, material hazırlamışam. Tumdan bitən ağaclara nə etmək olar ki, tez məhsul versin? Buna da girəcəm, bu mövzuya da toxunacam. Maraqlıdırsa izləmədə qalın. Buralarda aşağıda hardasa abunə ol düyməsi var. Portağal. Portağal cır olur. Cır olur, o da öz sortunu saxlamır. Naringi, yəni mandarin. Bu da öz sortunu saxlamır. Bu da cır olacaq. Əncir, tumdan bitən əncir öz sortuna maksimum yaxın olur. Deməli, bayaq dediyim 4 ağacın içinə əncir də əlavə olundu. Yaxşı ki, elə konspekt tutmuşam, çünki görürsünüz, əncir bayaq sayanda 3-ünü saymışdım. İnnab və əncir heç yadıma düşmürdü. Yaxşı ki, konspekt tutmuşam. Əncir maksimum öz sortuna yaxın meyvə verə bilir tumdan bitəndə. Sonuncu üzüm. Üzüm tumdan bitirsə cır olur. O da çarpaz tozlanan bitkilərdəndir. Deməli, tumdan bitən ağaclar, bunların məhsulu 7 ildən 10 ilə qədər. Hətta püstə var, püstə yadımdan çıxmışdı. Püstədir, sonra badamdır, bunlar da. Deməli, badamı götürək. Badam əgər şirin badam əkmisinizsə, bunun acı olma ehtimalı var. Acı badam əkmisinizsə, bunun şirin olma ehtimalı var və sortunu saxlamır, başa düşdüyünüz kimi. Püstə. Püstə bilirsiniz, erkək və dişi
ağaclar var və tumdan bitirəndə onu müəyyənləşdirmək çox çətindir və əgər bundan qabaq saydığım ağacların məhsul verməsi üçün tumdan bitən ağacların 6 ildən 10 ilə qədər vaxt lazımdırsa, püstə üçün bu vaxt qalxır 10 ildən 15 ilə qədər. Yəni o qədər gözləməyə həvəsiniz varsa tumdan yetişdirin, marağınız varsa. Adətən bizdə nə edirlər? Bizdə tumdan ağaclar yetişdirib, sonra ona calaq eləyirlər. Elə 2 dənə ağac almışam, sizə bundan sonraki videoların birində göstərəcəm. Deməli, cır ağac çox güclü kök sisteminə malik olduğu üçün onun üzərindən calaq eləyib artıq 6 ildən 15 ilə qədər yox, ikinci, üçüncü ilindən o ağacdan məhsul alırlar. Bununla sizin sualınıza cavab vermiş, ümid edirəm ki, oldum. Külək var, mikrofon da taxmışam. Yenə də ümid edirəm ki, səsim normal gəldi. Video normal düşəcək. Şikayət eləməyəcəksiniz ki, səsin pis gəlir. Yəni, tumdan bitən ağaclar məhsul verməyini istəyirsinizsə, sortunu almaq istəyirsinizsə, eyni yediyiniz meyvədə almaq istəyirsinizsə, mütləq şəkildə calaq olmalıdır. Calaq olsa məhsulunu tez verəcək. Deməli, demək istədiyim bu qədər idi. Çox videonu uzatmaq istəmirəm. Burada bəyən düyməsi var. Bəyən düyməsini tıklayın. Bəyəndinizsə, bəyənmədinizsə dislike də eləyə bilərsiniz. Abunə olmağı unutmayın. Şərhlərinizi mütləq yazın. Necə yazmırsınız? Baxmırsınız, yoxsa həvəsliniz yoxdur, əlincəklik eləyirsiniz, yazmırsınız. Şərhlərinizi yazın. Fikirləriniz mənə maraqlıdır. Sizin fikirlərinizdən, sizin şərhlərinizdən növbəti videolar yaranır. Demək istədiyim bu qədər idi. Təşəkkür edirəm izlədiyiniz üçün, bəyəniləriniz üçün, dizlike'larınız üçün və şərh yazın. Şərhləriniz üçün də təşəkkür edirəm.